dənə mən uşaq saxlayıram. Mən 2 dənə uşaq saxlayıram. Mənə bu ölçüdə baxacaq. Ağlamışsınız. Vapurumuzu qazanır, onu da imkan vermirlər. Arada tutular, incidirlər, polis əməkdaşları 500 manat pul istəyir, araba ilə falan, çay pulu istəyir. Bunlar şehit oldu. Cem zulmetten, devletten bana bir şehidin anasına 400-500 pul verirler. Bana 110 manat. İranda yaşayan Azərbaycanlıların artıq dözməli olmadığı aydındır. Onların azad yaşamağa, müstəqil dövlət qurmağa haqqları. Fars faşist murda rejimindən bu cinayətlərin intiqamını və çoxlu cinayətlər ki, yavaş-yavaş ustasın. Onu da bilirsiniz ki, Güney Azərbaycan türkləri də artıq boğaza yığılır. Və bugün sabah onlar da İran dediğiniz coğrafyadan kopub bütöv Azərbaycan olacaq.